60 ilə yaxındır ki, Yevlağın Varvara kənd sakini Sarış dayının köməyinə yük daşıyarkən uzunqulaqlar çatır. İndinin özündə də onun üçün nə at, nə də texnika maraqlı deyil. Çünki bu uzunqulaqlar texnikanın görəcəyi işi tam ziyansız və xərcsiz yerinə yetirirlər. Bunun köməklidir, mən qalsanında işləyirəm. Gedirəm, gəlirəm, otorda ot pişirəm, ot gətirirəm. Mən Jiguli versin, mən istəmərəm, bu yaxşıdır bana. Jiguli ilə dəyişmirəm. Qiymətinə gəlincə, indi birbaş uzunqulağı 10-15 manat almaq olar. Onun bu dərəcədə qiymətdən düşməsinin səbəbi isə bu heyvana əvvəlki marağın olmamasıdır. Artıq əsasən yük daşımaq üçün istifadə olunan bu heyvana o qədər də tələbat duyulmur. İndiyə qədər hər zaman 2 uzunqulağı olan Sarış kişinin isə bu heyvanlara hər zaman ehtiyacı var. O deyir ki, uzunqulaqların südü bir sıra xəstəliklər üçün dərman sayılır. Bu heyvanlar haqqında deyilənlər də həqiqətdir. Onlar bir dəfə batıb qaldıqları yerə ikinci dəfə yaxınlaşmırlar. Qarşına gedəm, ora bayağı sudu, bir kere battı, indi ikinci dəfə nə qədərsən girməz ora. Ona görə belə gəlim asfaltına. Kiçik arabasını uzunqulağa qoşaraq hər gün 50-60 ot bağlaması gətirən ağsaqqal heyvanlarının gördüyü işdən razıdır. Ölkədə isə bu heyvanların sayı 50 minə yaxındır. Elnar İbrahimova, Rəhman Əsədov, Şaban Cəfərov, Yevlax.